Esselamu aleykum və rəhmətullahi və barakatuh. Əziz və qiymətli cəmaat, Allah Taala'nın müvəffəqiyyəti, onun yardımı və köməkliyi ilə təcvid dərslərimizə davam edirik. Bugünkü mövzumuz əsli məddin növlərindən birincisi olan məddü tabi'i haqqındadır. Məddü tabi'i əgər məd hərflərindən sonra həmzə yaxud sukun gəlməz isə məddü tabi'i qaydası olur. Məd hərflərindən sonra, yəni məd hərfləri əlif, vav və yə hərflərindən sonra həmzə yaxud sukun gəlməz isə o zaman məddü tabi'i qaydası olur. Məddü tabi'i üç halda olur. Birinci hal, əgər hərəkəsi fəthə olan hərfdən sonra əlif hərfi hərəkəsiz gələrsə, həmin fəthə iki hərəkə miqdarında uzadılır və bu təcvid qaydasının adı məddü tabi'i olur. Gəlin, məddü tabi'inin birinci halını yazaq. Əgər hərəkəsi fəthə olan hərfdən sonra, yəni ə hərfindən sonra əlif hərfi hərəkəsiz gələrsə, əlif hərfi fəthədən sonra əlif hərfi hərəkəsiz gələrsə, həmin gördüyümüz bu fəthə iki hərəkə miqdarında uzadılır. İki hərəkə miqdarında uzadılır və bu qaydanın adı olur məddü tabi'i. Hərəkəsi fəthə olan hərfdən sonra əlif hərfi hərəkəsiz gələrsə, həmin bu fəthə iki hərəkə miqdarında uzadılır. Yəni bu qaydanın adı olur məddü tabi'i. Buna aid Quran-ı Kərimdə misallar əlbəttə çoxdur. Məsələn, Fələq surəsi 3-cü ayə وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبْ وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبْ. Bu ayədə şərri gasiqin kəlməsində hərəkəsi fəthə olan hərfdən sonra əlif hərfi hərəkəsiz gəlib. Fəthədən sonra əlif hərfi hərəkəsiz gəlib və bu zaman həmin bu fəthə iki hərəkə miqdarında uzadılır və bu qaydanın adı məddü tabi'i qaydasıdır. İkinci məddü tabi'inin halı, əgər hərəkəsi dammə olan hərfdən sonra, dammə yəni u olan hərfdən sonra vav hərfi hərəkəsiz gələrsə, həmin bu dammə iki hərəkə miqdarında uzadılır. İki hərəkə miqdarında uzadılır və bu qaydanın da adı olur məddü tabi'i. Hərəkəsi dammə, yəni u olan hərfdən sonra vav uzatma hərfi gələrsə, həmin bu u və dammə iki hərəkə miqdarında uzadılır və bu qaydanın adı olur məddü tabi'i. Buna aid misallar yenə çoxdur. Məsələn, qul ə'udhu bi rabbin nas. Qul ə'udhu bi rabbin nas. Həmin bu ayədə ə'udhu burada baxın, dammədən sonra vav hərfi hərəkəsiz gəlmişdir və ona görə həmin bu dammə, yəni u səsi iki hərəkə miqdarında uzadılır. Üçüncü hal isə hərəkəsi kəsrə olan hərfdən sonra yə hərfi
hərəkəsiz gələrsə, hərəkəsi kəsra olan hərfdən sonra, yəni i, kəsra yəni i səsi. Yə hərfi hərəkəsiz gələrsə, həmin bu kəsra iki hərəkə miqdarında uzadılır. Həmin bu kəsra iki hərəkə miqdarında uzadılır və bu qaydanın da adı olur məddud tabii qaydası. Buna aid Quran-ı Kərimdən misal, məsələn, ثُمَّ قِيلَ لَهُمْ اَيْنَمَا كُنْتُمْ تُشْرِكُونَ. Burada ثُمَّ قِيلَ ثُمَّ قِيلَ. Baxın, qaf hərfinin hərəkəsi kəsradır. Bu kəsradan sonra Y hərfi gəlib, amma hərəkəsiz gəlib. Hərəkəsiz gəlib, hərəkəsiz gəldiyi üçün özündən əvvəlki bu kəsranı iki hərəkə miqdarında uzadır və bu qaydaların hər birinin adı olur məddud tabii qaydası.